Əziz və dəyərli şagirdlər, 12-ci suala zəhmət olmasa baxın. Deməli, biz görürük ki, apostrof S, S apostrof formaları varsa, deməli bu possessive case, yəni şal formasıdır. Deməli, baxırıq. Birinci sualımızda bu forma səhvdir. Onu yoxlamaq üçün siz mütləq nə edə bilərsiniz? Sizə bir yol göstərirəm. Deməli, apostrof formasını ayırın. Təsəvvür edin ki, apostrof burada yoxdur. Baxın, belə bir söz var, yoxsa yoxdur. Yesterdays sözü yoxdur. Deməli, bunun sonunda apostrof S olmalı idi. Və yaxud da ki, ikinci demək, cümləyə baxdıqda, ana burada bir nəfər olduğu üçün, bir anadan söhbət getdiyi üçün Jack və Jane bacı-qardaş olur. Buna görə də apostrof S-i burada doğru veriblər. 2 doğrudur. Əgər bir sözün əvvəlində birdən, yəni one rəqəmindən savayı digər deməli rəqəmlər, saylar varsa, deməli 2, 3, 4, 5 və s. Bu zaman həmin deməli isim cəmləşməlidir, mütləq cəmləşməlidir. Tutalım ki, 5 varsa, 5 varsa, bu day səhvdir. Yəni burada da siz həmin o birinci cümlədəki metoddan istifadə edə bilərsiniz. Apostrof S-i ayırdınız, düzdür? Day, 5 day sözü yoxdur, səhvdir. Aydın oldu? Biz deyirik, düzdür, 5 gün deyirik, amma ingilis deyir 5 günlər. Biz deyirik ki, 2 maşın, ingilis deyir 2 maşınlar, two cars, two pens və s. Ona görə də bu əslində 5 days olmalıdır. Deməli, cəm forması da S-dən bitdiyi üçün apostrof əlavə olunmalı idi. Və bu da səhvdir. Mən apostrof S olur, mən də apostrof S olur. Bunun üçün fərqi yoxdur. 2-4 A variantı.